Xəbər axşamı 2-ci saatına başlayır. Axşamınızın xəbər bələdçisi mənəm, Novruz. Amerika Birləşmiş Ştatları və İran arasında keçirilən danışıqlardan sonra tərəflərdən verilən açıqlamalar diqqət çəkir. Donald Trump Tehranın nüvə yoxlamalarına razılaşdığını bəyan eləsə də, İran bu iddiaları qəbul eləmir. Bununla yanaşı nüvə proqramı, sanksiyalar və regional təhlükəsizlik məsələləri üzrə müzakirələrin davam etdirilməsi planlaşdırılır. Amerika Birləşmiş Ştatları və İran arasında İsveçrənin Bürgenstock kurortunda keçirilən danışıqlardan sonra tərəflər arasında əldə olunan ilkin razılaşmanın icrasına başlanılıb. Vaşinqton İranın neft ixracını davam etdirməsinə imkan verən sanksiya güzəştlərini 60 gün müddətinə uzadıb. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump bildirib ki, Tehran gələcəkdə geniş miqyaslı nüvə yoxlamalarına razılıq verib. O, həmçinin dondurulmuş İran aktivlərinin açılmasından sonra həmin vəsaitlərin ərzaq və tibbi məhsulların alınmasına yönəldiləcəyini açıqlayıb. Lakin İran bu bəyanatları təkzib eləyib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai ölkəsinin Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərini geri dəvət etməyə razılıq vermədiyini bildirib. İranın Cenevrədəki nümayəndəsi Əli Bəhreyni isə vurğulayıb ki, dondurulmuş aktivlərin necə istifadə olunacağına yalnız Tehran qərar verəcək. Bununla yanaşı İran və Amerika Birləşmiş Ştatları nümayəndələri danışıqlarda müəyyən irəliləyiş əldə olunduğunu təsdiqləyiblər. Yaxın günlərdə sanksiyaların ləğvi və nüvə fəaliyyəti ilə bağlı məsələləri müzakirə etmək üçün 2 işçi qrupunun yaradılması planlaşdırılır. Danışıqlar yalnız nüvə proqramını yox, regiondakı təhlükəsizlik məsələlərini də əhatə eləyir. Tərəflər İsrail və Hizbullah arasında döyüşlərin dayandırılması mexanizmi üzərində razılığa gəlib. Həmçinin Hörmüz boğazında kommersiya gəmilərinin təhlükəsiz hərəkətinin təmin olunması üçün əlaqələndirmə xətti yaradıblar. Bu arada İsrail və Livan nümayəndələrinin Vaşinqtonda yeni danışıqlara başlaması gözlənilir. İsrail Livanın cənubunda təhlükəsizlik zonasını qorumaqda israrlı olduğunu bəyan eləyib. Analitiklərin fikrincə, əldə olunan razılaşmalar yaxın şərqdə gərginliyin azalması istiqamətində mühüm addım sayılsa da, tərəflərin ziddiyyətli açıqlamaları yekun sazişə gedən yolun hələ də mürəkkəb olduğunu göstərir. Bəli, ABŞ və İran arasında aparılan danışıqlarda yeni mərhələnin başlandığı bildirilir. Vaşinqton tərəfi İsveçrədə keçirilən görüşlərin yekun sülh sazişi üçün mühüm zəmin yaratdığını açıqlayıb. Eyni zamanda Hörmüz boğazının fəaliyyəti və yaxın şərqdə təhlükəsizlik məsələləri üzrə əldə olunan nəticələr beynəlxalq diqqət mərkəzindədir. Ətraflı Amerika Birləşmiş Ştatları büromuzdan Nadirə Məmmədova danışacaq. Hər vaxtınız xeyir olsun Nadirə, buyurun söz sizdədir. Salam Novruz, hər vaxtınız xeyir. Bəli, ABŞ-nin vitse-prezidenti J.D. Vance bildirir ki, İsveçrədə İran rəsmiləri ilə keçirdiyi uzun müddətli danışıqlar ABŞ və İran arasında yekun sülh sazişinin əldə olunması üçün möhkəm təməl yaradıbdır. Vance'in sözlərinə görə tərəflər bir sıra mühüm məsələlər üzrə irəliləyiş əldə ediblər bu görüş zamanı. Bunlar arasında dünya enerji təchizatı üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazının açıq saxlanılması və Livanın cənubunda İsrail və İranın dəstəklədiyi, əlbəttə Hizbullah arasında davam edən qarşıdurmaların dayandırılması mexanizmlərinin də hazırlanması da var. Bəli, ötən həftə ABŞ və İran liderləri tərəfindən imzalanmış müvəqqəti razılaşma əsas məsələlər üzrə danışıqların aparılması üçün 60 günlük müddət nəzərdə tutulur. Danışıqların əsas mövzularından biri isə Tehranın nüvə proqramının gələcəyidir. ABŞ və müttəfiqləri İranın proqramdan hərbi məqsədlərlə istifadə edə biləcəyini, narahat olduqlarını bildirirlər. Tehran isə bu ittihamları rədd edir. Novruz, onu da qeyd edim ki, ABŞ prezidenti Donald Trump Hörmüz boğazının yenidən tam fəaliyyətə başlanmasının qlobal enerji bazarları üçün mühüm əhəmiyyət daşıdığını yenə də vurğuladı. O bildirdi ki, İran ABŞ-yə hörmət göstərdiyi müddətdə tərəflər arasında problem yaşanmayacaqdır.
Fevral ayının 28-də ABŞ və İsrailin hərbi əməliyyatlarından sonra İran faktiki olaraq qeyd edim ki, Hörmüz boğazının bağlamış və nəticədə dünya bazarlarında enerji qiymətləri kəskin şəkildə yüksəlmişdi. Müvəqqəti razılaşma boğazın yenidən açılmasını nəzərdə tutur. Həftə sonu onlarla gəmi marşrutlarının istifadə etsə də əsas keçid xətti hələ də minalandığı üçün tam açılmayıb deyə bildirilir. İran parlamentinin sədrinə gəldikdə isə o bildirir ki, Hörmüz boğazının idarə olunması İranın nəzarətində qalacaqdır, lakin beynəlxalq hüquq normalarına uyğun şəkildə həyata keçiriləcəkdir. O boğazın tam fəaliyyətə başlamasının regional və qlobal iqtisadiyyata müsbət təsir göstərəcəyini də əlbəttə qeyd edibdir. Novruz, onu da qeyd edim ki, Qalibaf və İranın Xarici İşlər Naziri Abbas Əraqçı bazar ertəsi Omana səfər edərək bu ölkənin Xarici İşlər Naziri ilə görüşüblər. Tərəflər sülh səylərinin və Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin edilməsini müzakirə ediblər. Bu arada onu da qeyd etmək istərdim ki, ABŞ Maliyyə Naziri İran neftinə tətbiq olunan sanksiyaların bir hissəsini 60 gün müddətinə dayandıran xüsusi lisenziya veribdir. Yeni qərar İran neftinin ABŞ-yə idxalına da imkan yaradır. Bu isə 1990-cı ildən bəri ilk dəfə belə bir addım hesab olunur. Hörmüz boğazından keçən tankerin sayı da artırılmaqdadır. Analitik şirkətlərin məlumatına görə isə həftə sonu ərzində 71 tanker boğazdan keçibdir. Müharibədən əvvəl isə gündəlik keçid sayı 100-dən 130 gəmi arasında dəyişirdi. Neft bazarlarında da müsbət dinamika müşahidə olunur. Belə ki, Brent markalı neftin qiyməti 3,2% azalaraq bir barel üçün 77,52 dollara, ABŞ xam neftin qiyməti isə 73 dollara enibdir. Danışıqlar zamanı digər mühüm mövzulardan biri də Livandakı vəziyyət olubdur. Əlbəttə, İran Livandakı döyüşlərin dayandırılmasının geniş miqyaslı sülh prosesinin vacib hissəsi hesab edir. İran Xarici İşlər Nazirliyi Livan cəbhəsində əhəmiyyətli irəliləyiş əldə olunduğunu da bəyan edibdir. BMT-nin Livandakı sülh məramlı missiyası isə məlumatlarına görə isə son 24 saat ərzində İsrail və Hizbullah arasında raket və ya digər hücum qeydə alınmayıbdır. Bu, mart ayından başlayan son qarşıdurmadan bəri ən uzun sakitlik dövrü hesab olunur desək yanılmarıq Novruz. Bəli, bununla belə İsrailin hava məkanını pozması və hərbi hərəkətliyi davam edir. Hizbullah isə şənbə günündən bəri İsrail qüvvələrinə qarşı yeni hücum elan etməyibdir. Müşahidəçilər hesab edirlər ki, Livandakı atəşkəsin davamlı olması ABŞ və İran arasında aparılan sülh danışıqlarının ilk ciddi sınağı olacaqdır. Son olaraq Novruz, onu da qeyd edim ki, Prezident Donald Trump bugünkü sosial şəbəkəsində paylaşımında qeyd etdi ki, Hörmüz boğazında rekord həcmdə neft daşınması və neft daşınmasını alqışlayır və neft qiymətlərinin aşağı düşdüyünü və dünya daha təhlükəsiz hala gəldiyini də bildirdi. Bu saata məndən ABŞ-dən çatdıracağım məlumatlar bunlardır. Buyurun, söz sizdədir Novruz. Təşəkkür edirəm Nadirə, ətraflı məlumat verdiyiniz üçün. ABŞ büromuzdan Nadirə Məmmədova bizimlə canlı bağlantıda idi. Yeri gəlmişkən bugün Oman və İran Hörmüz boğazında gəmiçiliyin gələcək idarəçiliyi, o cümlədən strateji su yolunda dəniz xidmətləri və xərclərlə bağlı müzakirələri davam etdirmək barədə razılığa gəliblər. Bu barədə Reuters agentliyi danışıqların yekunlarına dair açıqlamaya istinadən məlumat yayıb. Tərəflərin Məskət şəhərində keçirilən görüşdən sonra yayılan birgə bəyanatda bildirilib ki, danışıqların davam etdirilməsi üçün iki ölkənin xarici işlər nazirliklərinin iştirakı ilə birgə işçi qrupu yaradılacaq. Həmçinin qeyd olunub ki, İranla Oman, Hörmüz boğazının sahil yanı ölkələri və digər aidiyyatı tərəflərlə məsləhətləşmələr aparacaq. Bəli, Amerika Birləşmiş Ştatları və İran arasında davam edən danışıqlar və əldə olunan nəticələrlə bağlı bir müzakirəmiz olacaq. Türkiyəyə canlı bağlanacağıq. Hazırda bizimlə canlı bağlantıda Diplomatik İlişkilər və Politik Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Tolqa Sakmaman. Tolqa bəy, axşamınız xeyir olsun. İyi akşamlar, sağ olun, iyi yayınlar. Təşəkkür edirəm. Tolqa bəy, necə düşünürsünüz? Amerika Birləşmiş Ştatlarının İrana qarşı sanksiyaları
60 gün yumşaltması real siyasi yaxınlaşma siqnalıdır, yoxsa taktiki bir addım kimi qiymətləndirilməlidir? Şimdi iki tarafında bu ateşkesi istediğini biliyoruz. Yani İran yönetimi de, Amerikan yönetimi de böyle bir ateşkes, kalıcı ateşkes halini bir şekilde kağıda dökmek istiyorlar. Ama tabii yine iki devletin de içerisinde bu ateşkesi istemeyen veya en azından ateşkes şartlarını daha kendi lehlerine çevirme ihtimalini isteyenler var. Bunlar Amerika'da da Pentagon ekibi, İran'da da devrim muhafızları ekibi burada biraz daha zorlayıcı unsur olarak görünüyor. Buna rağmen iki tarafta masanın dağılmaması için de elinden geleni yaptığını görüyoruz. Söylemler ne kadar yukarı çıksa da sertleşse de bir şekilde masadan kopmuyor iki tarafta. 60 gün burada önemli bir tarih limiti. Ama baktığınızda bu 60 gün zaten hani metnin içerisinde de çok sert bir 60 gün limiti yok. Yani ikinci bir 60 gün talep edilebilir gibi görünüyor metne göre de. O yüzden burada yani bu günlere çok böyle sıkı sıkıya bağlı kalmamak da gerekiyor. Yani önemli olan burada şu. İki tarafta müzakereyi yapıyorlar. Müzakerenin içerisindeler. Teknik heyetler yavaş yavaş bazı detayları konuşmaya başladı. Siyaseten iki tarafta masada varlar. Doğal olarak bu 60 gün sürmez, 100 gün, 120 gün sürer ama sonuçta geleceğimiz nokta eğer ki başka bir problem çıkmaz, eğer ki işte İsrail gibi veya İran'ın veya Amerika'nın içerisindeki bazı siyasi kişiler veya adımlar bu düzeni bozmazsa bu ateşkes sanki hayata geçecek gibi görünüyor. Yani bu biraz imajdan ziyade evet ben biraz daha bu işin kökenine indiklerini ve gerçekten bu süre içerisinde normalleşmek için adım atacaklarını görüyorum. Tolga bəy, digər bir tərəfdən həm İran, həm də Amerika Birləşmiş Ştatlarının danışıqlar barədə yəni ziddiyyətli açıqlamaları var. Sizcə bu açıqlamalar yəni prosesin etibarlılığına necə təsir eləyir? Yani tabii yani Amerika'da da İran'da da özellikle hani yönetici kademesinin söyledikleri ne dikkate alacağız tabii. Trump'ın söylemleri çok zorlayıcı unsurlar oluşturuyor. Yani durduk yere bir anda Lübnan konusunda İran'a yeniden böyle üst perdeden bir şeyler söyleyebiliyor veya Hürmüz konusunda. Açıkçası İran yönetimi de Trump'ın ne yapmaya çalıştığını fark ediyor. Yani Trump burada bir şekilde hem kendi kamuoyu ki yakında sonbahardaki seçimde yani ara seçimde ister istemez bir oy sağlaması da lazım. Bu yüzden içeride de bazı noktalardan konsolide etmesi lazım kendi seçmenini de. Bir yandan onlar için. Bir yandan uluslararası tepkiler var Amerika'ya. Yani Trump ikinci başkanlık dönemine çok büyük laflarla başladı. Yani bütün dünyada yeni bir Amerikan düzeni, Amerika'nın baş aktör olacağı yeni bir düzen, ekonomi, siyasetin tamamen Amerika'nın isteğine göre dünyada kurulacağından vesaire bahsediyordu ve geldiğimiz yerde İran'la savaşta kağıt üzerinde bu anlaşma metnine baktığımızda Amerika burada kaybetmiş görünüyor. Şimdi bunu bir şekilde tolere etmesi lazım. O da ara ara söylemlerine yansıyor. İran'da bunu fark ettiği için bu müzakere sürecinde özellikle çok ciddiye almayacaktı aslında Trump. Yani Kalibaf'ın sözüydü yanlış hatırlamıyorsam. Bizi hiç kimse bu barıştan alıkoyamaz. Trump'ın sözleri bile tarzında bir şey söylemişti. Bu önemliydi aslında ama İran'ın da kendi iç dinamikleri var. Yani orada da bu sözleri yutup işte hiçbir şey olmamış gibi devam edilemeyeceğine inanan da bir grup var İran'da. Onların baskısı da bir şekilde siyasette yankı buluyor. O da mesela Kalibaf'ın bu sözüne rağmen yani bu söylemler üzerine adım atmayacaklarını söylemesine rağmen içerideki baskı nedeniyle adım atmak zorunda kaldılar. Bu da İran gibi içeride rejim güvenliğini sağlamak için zorlayıcı unsurları tutan bir ülkede beklediğimiz bir şey. Yani devrim muhafızlarının burada daha önce de siyaseten yumuşatma eylemleri, yumuşatma söylemleri olduğunda buna karşı çıktığını hatırlıyoruz. O yüzden bugün de Trump'ın söylemleri veya yani Amerika'dan veya İsrail'den o yüksek perdeden yapılan söylemlere mutlaka cevap gelecek. Önemli olan bu karşılıklı söylemlerin sadece
işin işte bu kamuoyu oluşturmak, kamuoyunu etkilemek için sözde kalması. Yoksa bu söylemler bir şekilde politikaya yansırsa ve politikada işte güvenlik politikalarında özellikle buna yeniden sert güvenlikçi önlemler almak durumuna dönüşürse o zaman biz bu müzakerelerin de bir yerden sonra tıkandığını ve hatta tamamen iptal olduğunu bile görürüz. Söylemlerin dengesi burada önemli, limitleri önemli. O yüzden dediğim gibi bekliyoruz bazı sert söylemleri ama onun da dengelenmesi gerekiyor. Her iki taraf için de üstelik. Çox təşəkkür edirəm Tolga bəy yayıma qatıldığınız və dəyərləndirməniz üçün. Ben teşekkür ediyorum. İyi yayınlar. Çox sağ olun. Bəli, bizimlə Türkiyədən canlı bağlantıda Diplomatik Münasibətlər və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Tolga Sakman idi. Yay mövsümünün başlaması ilə Azərbaycanda turizm sektorunda canlanma müşahidə olunur. Yerli və xarici turistlər daha çox təbiət turizmi və ekoturizm imkanları ilə seçilən bölgələrə üz tuturlar. Bəs bu yay turistlərin ən çox üstünlük verdiyi istiqamətlər hansılardır və ölkəyə daha çox xarici qonaq cəlb etmək üçün hansı addımlar atılır? Ətraflı sıradakı sujetdə. Yay mövsümü Azərbaycanda turizmin ən aktiv dövrüdür. Bu dövr turizm sənayesində canlanma və turistik səfərlərin artması ilə müşayiət olunur. Məzuniyyətlər, məktəblərdə başlayan tətillər, əlverişli hava şəraiti turist axınına təsir edir və onu artırır. Bu artım həm yerli, həm də xarici turistlərlə bağlı yaşanır. Dövlət Turizm Agentliyindən verilən məlumata görə yay aylarında istər daxili turistlər, istərsə də xarici turistlər daha çox təbiət turizmi ilə seçilən ərazilərə səfər etməyə üstünlük verirlər. Bu baxımdan Bakı Şimal, Bakı Şimal-Qərb, Bakı Qərb, Bakı Cənub turizm dəhlizləri istiqamətində yerləşən təbiət turizmi və ekoturizm imkanları ilə seçilən əsas turizm destinasiyaları və həmin istiqamətlərdəki mərkəzlər daha çox turist cəlb edə bilirlər. Ötən ilə nəzər saldıqda Azərbaycana gələn xarici turistlərin sayında Çinlilər üstünlük təşkil edir. 2024-cü illə müqayisədə Çinli turistlərin sayında 40% artım müşahidə edilib. Ümumilikdə isə xarici turist axınının artırılması istiqamətində müəyyən addımlar atılır. Azərbaycan Turizm Bürosunun 2024-2026-cı illər ərzində işlənmiş marketinq strategiyasına əsasən yay və qış mövsümləri ilə bağlı hədəf bazarlarına uyğun olaraq təbliğat və təşviqat işləri aparılır. Bu həmin hədəf bazarlarına uyğun olaraq Yaxın Şərq, Cənubi Asiya, Orta Asiya və eyni zamanda MDB ölkələrini əhatə edir. Bazarlardan asılı olaraq müxtəlif platformalarda təbliğat işləri aparılmaqdadır və onun nəticəsində də biz müxtəlif turizm bazarlarından gələn turistlərin sayında müvafiq artımları müşahidə edə bilirik. Təbii ki, müəyyən bir qlobal tendensiyalarda bu hədəf bazarlamasında müəyyən qədər təsirləri və əks təsirləri də olur. Onlara uyğun olaraq biz strategiyamızda müvafiq dəyişikliklər edirik və ona uyğun olaraq lazım olan bazarlara daha çox diqqət ayırmağa başlayırıq. Digərlərində müəyyən qədər müxtəlif aktiv fəaliyyətləri keçiririk. Hədəf bazarlarına uyğun olaraq Moskva, Təl-Əviv, İstanbulda Azərbaycan Turizm Bürosunun xarici nümayəndəlikləri yaradılıb. Mayın 29-da isə Çinin Pekin şəhərində təbliğatın daha aktiv və fəal aparılması üçün Çin Turizm Bürosunun nümayəndəliyi açılıb. Qeyd edək ki, bu turizm sənayesində Çində fəaliyyət göstərən ilk nümayəndəlikdir. Ümumilikdə onu qeyd edə bilərik ki, Çində, Pekində fəaliyyətə başlayan ofisin ziyarətlərinə baxarkən artıq kifayət qədər təəccübləndirici rəqəmləri əldə edirik ki, Çin xalqı tərəfindən böyük bir maraqla qarşılanır və davamlı olaraq həmin ofisi ziyarət edirlər, Azərbaycanın ümumiyyətlə təklif edə biləcəkləri məhsullarına məlumatlanırlar. Bu isə ümumi statistikada baxanda hər il ümumiyyətlə Çindən daxil olan turistlərin sayında artımı müşahidə edə bilirik və ümidliyik ki, ofisdə buna bilavasitə müsbət təsir göstərəcək.
Qeyd edilən fəaliyyətlər isə ümumilikdə ölkə turizminin inkişafına təkan verir. Qeyd etməliyim ki, bu ilk nümayəndəlikdir ki, turizm sahəsində Çində fəaliyyət göstərir. Bu bilavasitə bazarın daxilində olmaq eyni zamanda da hər bir dəyişikliyə daha effektiv təsir göstərməyə, daha düzgün və dəyişiklik modellərin tətbiq edilməsinə, eyni zamanda da turizm sahəsində fəaliyyət göstərən şirkətləri, sənaye nümayəndələrinin dəvət edilməsi, Azərbaycan təbliği baxımından əyani şəkildə nümayişlərin və təqdimatların həyata keçirilməsində bazarın daha çox Azərbaycan haqqında məlumatlı olmasına dəstək verir. Ölkəyə turist axını üçün müvafiq prioritet və tədbirləri əhatə edən Azərbaycan Respublikasında 2026-2030-cu illərdə turizmin inkişafına dair dövlət proqramı da hazırlanıb. Proqram təsdiq mərhələsindədir. Qeyd olunan dövlət proqramı çərçivəsində ölkəyə turist axınını stimullaşdırmaq üçün bir sıra spesifik tədbirlər nəzərdə tutulur. Bu tədbirlərə hava əlaqəsinin genişləndirilməsi, vizasız rejimin tətbiqinin artırılması, ölkənin müxtəlif turizm istiqamətləri üzrə beynəlxalq səviyyədə tanıdılması daxildir. Eyni zamanda turizm infrastrukturunun təkmilləşdirilməsi, investisiyaların və sahibkarlığın dəstəklənməsi, regionlarda turizm obyektlərinin əlçatanlığının artırılması əsas prioritetdir. Bununla yanaşı nəzərdə tutulan turizm sahəsində keyfiyyət standartlarının gücləndirilməsi, informasiya sistemlərinin yaradılması, peşəkar kadr hazırlığının inkişaf etdirilməsi və s. sektorun dayanıqlı inkişafına hesablanıb. Həmçinin Qarabağ bölgəsinin zəngin turizm potensialı da bölgənin Azərbaycanın əsas turizm zonalarından birinə çevrilməsinə imkan verir. Odur ki, orta müddətli dövrdə işğaldan azad edilmiş əraziləri daxili turizm üçün əlçatan və keyfiyyətli turizm destinasiyasına çevirmək, perspektiv imkanlardan effektiv istifadəyə nail olmaq əsas strateji baxış olaraq müəyyənləşdirilib. Dünya gündəmi ilə davam edirik. Rusiyanın Ural bölgəsində tornado yaşayış məntəqələrinə ziyan vurub və həmçinin vilayətdə 16 nəfər yaralanıb, fövqəladə vəziyyət elan edilib. Rusiyanın Ural bölgəsində yerləşən Sverdlovsk vilayəti güclü tornado ilə üzləşib. Təbii fəlakət nəticəsində geniş miqyaslı dağıntılar qeydə alınıb. 16 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Ən ciddi zərər Kuşva şəhərinə dəyib. Yerli hakimiyyət orqanları vəziyyətin mürəkkəbliyini nəzərə alaraq şəhərdə fövqəladə vəziyyət elan ediblər. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə tornado nəticəsində 99 fərdi yaşayış evi, 25 avtomobil və 15 elektrik xətti zədələnib. Bundan başqa 32 ev tamamilə dağılıb və yaşayış üçün yararsız vəziyyətə düşüb. Meteoroloqlar bildirirlər ki, tornado hadisələri Ural bölgəsində olduqca nadir hallarda müşahidə olunur. Hazırda dağıntıların miqyası dəqiqləşdirilir və bölgədə bərpa işləri davam etdirilir. Çində isə daşqınlar nəticəsində 9000-dən çox insan təxliyə olunub. Leysan yağışları yolları su altında qoyub, fövqəladə vəziyyət gücləndirilib. Çinin cənub və cənub-qərb bölgələrində davam edən leysan yağışları geniş miqyaslı daşqınlara səbəb olub. Bir sıra şəhərlərdə küçələr çaylara çevrilib. Minlərlə sakin təhlükəsizlik məqsədi ilə təxliyə edilib. Guangsi-Çijuan Muxtar rayonunun Lichio şəhərində daşqın suları yaşayış məntəqələrini və nəqliyyat yollarını su altında qoyub. Regional Hidrologiya Mərkəzinin məlumatına görə Guangsi bölgəsində 11 çayda suyun səviyyəsi təhlükə həddini keçib. Bununla əlaqədar narıncı daşqın xəbərdarlığı elan olunub. Yerli hakimiyyət orqanları daşqınlarla mübarizə üzrə fövqəladə reaksiya səviyyəsini 3-cü mərhələyə yüksəldiblər. Eyni zamanda Çinin cənub-qərbində yerləşən Guizhou əyalətində də vəziyyət mürəkkəbləşib. Leysan yağışları nəticəsində 9000-dən çox sakin təxliyə olunub. Duyun şəhərində fövqəladə hallara reaksiya səviyyəsi 2-ci mərhələyə qaldırılıb və məktəblərin fəaliyyəti müvəqqəti dayandırılıb. Güclü yağışlar bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində fasilələrə səbəb olub. Enerji təchizatının bərpası üçün 1000-dən çox mütəxəssis və texniki heyət səfərbər edilib. Chongqing şəhərində də güclü yağışlar davam edir. Su təsərrüfatı qurumları bir sıra kiçik və orta ölçülü çaylarda suyun səviyyəsinin yaxın saatlarda daha da yüksələ biləcəyi barədə xəbərdarlıq eləyiblər. Hazırda bölgələrdə xilasetmə və təxliyə əməliyyatları davam etdirilir. Rəsmi məlumatlara görə indiyədək insan tələfatı qeydə alınmayıb.
Bəli, bir tərəfdən daşqın, digər tərəfdən isə yüksək temperatur müşahidə olunan isti hava, Avropada müşahidə olunan rekord istilər bir sıra ölkələrdə ciddi fəsadlara yol açıb. Fransa, İspaniya, İtaliya və Böyük Britaniyada yüksək temperatur səbəbindən fövqəladə tədbirlər görülür, qırmızı xəbərdarlıq elan edilib. Avropanı bürüyən güclü istilər bir sıra ölkələrdə gündəlik həyatı iflic edib. Xüsusilə Fransa, İspaniya, İtaliya, Böyük Britaniya və İsveçrədə rekord temperatur göstəriciləri qeydə alınır. Fransanın baş naziri Sebastian Lecornunun sözlərinə görə, iyunun 18-dən bu yana ölkədə istidən qorunmaq üçün su hövzələrinə girən 40 nəfər boğularaq həyatını itirib. Ölənlərin əksəriyyətinin gənclər olduğu bildirilib. Ölkənin böyük hissəsində qırmızı təhlükə səviyyəsi elan olunub. Bəzi bölgələrdə havanın temperaturunun 43 dərəcəyə çatacağı proqnozlaşdırılır. Fransa son günlər tarixinin ən isti gecə və gündüzlərindən birini yaşayıb. Paytaxt Parisdə və digər şəhərlərdə nəqliyyatın fəaliyyətində problemlər yaranıb. Bəzi qatar reysləri ləğv edilib. İşə götürənlər əməkdaşların sağlamlığını qorumaq üçün iş rejimində dəyişikliklər etməyə başlayıblar. İtaliyada 15 şəhər üzrə ən yüksək istilik xəbərdarlığı qüvvəyə minib. Böyük Britaniyada isə temperaturun 37 dərəcədən 39 dərəcəyədək yüksələ biləcəyi gözlənilir. Bir sıra məktəblər dərsləri vaxtından əvvəl başa vurmaq qərarı verib. İspaniyada bəzi bölgələrdə temperaturun 44 dərəcəyə çatacağı proqnozlaşdırılır. Madrid şəhərində evsizlər və həssas əhali qrupları üçün xüsusi iqlim sığınacaqları yaradılıb. Meşə yanğınları riskinə görə onlarla bələdiyyədə ənənəvi tonqal mərasimləri ləğv edilib. Mütəxəssislər bildirirlər ki, istilərin əsas səbəbi atmosferdə formalaşan və omega blok adlandırılan hava sistemi ilə əlaqədardır. Alimlərin fikrincə, iqlim dəyişiklikləri bu cür ekstremal hava hadisələrinin daha tez-tez və daha intensiv baş verməsinə səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun məlumatına görə, son 4 ildə qitədə 200 mindən çox insan istilərlə əlaqəli səbəblərdən həyatını itirib. Ekspertlər əhalini zəruri olmadığı halda açıq havada uzun müddət qalmamağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırırlar. Hindistanın Laknau şəhərində baş verən güclü yanğın faciə ilə nəticələnib. 3 mərtəbəli kommersiya binasında qeydə alınan hadisə nəticəsində azı 15 nəfər həyatını itirib. Hindistanın Uttar Pradesh ştatının Laknau şəhərində yerləşən 3 mərtəbəli kommersiya binasında baş verən güclü yanğın 15 nəfərin ölümünə səbəb olub. Hadisə şəhərin Əligənc rayonunda qeydə alınıb. Yanğın nəticəsində bina ciddi ziyan görüb. Polis ərazini mühasirəyə alaraq təhlükəsizlik tədbirləri həyata keçirib. Məlumata görə ölənlərin əksəriyyəti hazırlıq kurslarında təhsil alan tələbələrdir. Yanğının baş verdiyi binada hazırlıq mərkəzi, oyun zalı, ev heyvanları mağazası, baytarlıq klinikası və digər kommersiya obyektləri fəaliyyət göstərirdi. Hadisə ilə bağlı geniş miqyasda araşdırma başlanıb. Hüquq mühafizə orqanları yanğınla əlaqədar 4 nəfəri saxlayıb. Eyni zamanda məsuliyyətsizlik iddiaları səbəbindən 4 dövlət məmurunun vəzifəsindən uzaqlaşdırıldığı bildirilib. Hindistanın baş naziri Narendra Modi faciə ilə bağlı başsağlığı verib. O, həlak olanların ailələrinə maddi yardım göstərilməsi barədə göstəriş verib. Qərara əsasən hər bir mərhumun ailəsinə 200 min rupi, yaralanan şəxslərə isə 50 min rupi məbləğində kompensasiya ödəniləcək. Yanğının baş vermə səbəbi hələlik açıqlanmayıb və istintaq davam edir. Xəbər axşamını izləyirsiniz. Bugün Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və
İnsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutunyan, Arkadi Kukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Natsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib. Məhkəmə iclasına zərər çəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, baş prokurorun dövlət ittihamını müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmçinin həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinç Qasımova iştirak ediblər. Təqsirləndirilən Erik Qazaryanın hüquqlarını qoruyan vəkil çıxışı eləyib. Bundan sonra təqsirləndirilən Qarik Maritrosyanın vəkili çıxış edərək bildirib ki, müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittihamların yüngülləşdirilməsi zəruridir. Onun digər müdafiəçisi də çıxışında təqsirləndirilən Martirosyanın cəzasının yüngülləşdirilməsini və bəzi maddələrinin ittihamdan xaric olmasını xahiş edib. Sonra təqsirləndirilən Martirosyan çıxış edib, o özünü təqsirli bilmədiyini bildirib. Təqsirləndirilən Levon Balayanın vəkili hüquqlarının qorunduğu şəxsin barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib. Həmçinin təqsirləndirilən Levon Balayan müdafiəçinin çıxışı ilə razılaşdığını deyib. Təqsirləndirilən Gurgen Stepanyanın hüquqları müdafiə edən vəkili onun barəsində olan ittiham hökmünün ləğv olunmasını və bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib. Gurgen Stepanyan müdafiəçisinin çıxışı ilə razılaşdığını bildirərək özünü təqsirli bilmədiyini qeyd edib. Məhkəmənin növbəti iclası iyunun 30-unda keçiriləcək. Xəbər axşamını izləyirsiniz. Ötən gün Mərdəkan çimərliyində baş verən faciə nəticəsində 4 nəfər dənizdə boğularaq həyatını itirdi. Onlardan 23 yaşlı Pərviz Məcidovun meyitinin axtarışları hələ də Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən davam etdirilir. Dalğıc qrupları və xilasedicilər əraziyə cəlb olunsa da dalğalı hava şəraiti axtarışları çətinləşdirir. Mütəxəssislər isə bildirirlər ki, sualtı axınlar və yarğanlar dənizdə görünməyən ciddi təhlükələr yaradır. Bu hadisə bir daha göstərir ki, nəzarətsiz çimərliklər insan həyatı üçün yüksək risk daşıyır və sıradakı sujet də məhz bu barədədir. Bu bizim sizə bugün təqdim edəcəyimiz sonuncu sujetdir. Xəbər axşamı işini yekunlaşdırır. Sabah saat 20-də ən son xəbərlər və aktual mövzuları müzakirəsi ilə qarşınızda olacağıq. Sujeti izləyək. Dəniz daha 4 nəfəri öz ağuşuna aldı. Həmin faciəvi hadisə dünən Mərdəkan çimərliyində dayandığım bu ərazidə baş verib. 4 nəfər dənizə çimmək üçün üst tutublar, amma onlar təəssüf ki, həyatlarından olublar. 3 nəfərin cansız bədəni tapılsa da, bir nəfər 2003-cü il təvəllüdlü şəxsin axtarışları hələ də davam etdirilir. Ondan geriyə qalan sadəcə yaxınlarının göz yaşlarıdır. Dənizdə batan şəxsin yaxınları ötən gündən bəri ondan xəbər gözləyir. Kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə dövlət xidmətinin dalğıçları və xilasedici qrupu axtarışlara cəlb olunub. Dənizin dalğalı olması onların işinə çətinlik yaratsa da, axtarışlar davam eləyir. 23 yaşlı Pərviz Məcidovdan hələ də xəbər yoxdur. Onun yaxınlarının sözlərinə görə Pərviz qohumları 35 yaşlı Namiq Əzimov, 21 yaşlı Elnur Əbdilov, onun qardaşı 19 yaşlı Elmar Əbdilov və daha 2 nəfərlə birlikdə bura istirahət etmək məqsədi ilə gəlib. Dəniz kənarında nahar elədikdən sonra elə dənizə üz tutublar. Səhər tezdən durmuşdu, işə getmişdi. Sonradan qayıtmışdı, dedi, ana iş yox idi, da səhər gedərəm. Qayıtdı, gəldi, dedi, ana şeylə, mən gedim uşağa borcum var, o borcumu veririm, gələrəm. Pul verməliyəm də. Daha çıxdı, mən də günorta hazırladım, nahar da eləməmişdi. Gəldi, şeylədi, yoldaşım durdu, dedim yatan yerdən. Dedim, heç olmasa zəng elə, uşaq gəlsin, nahar da eləməyib də, gəlsin günorta bizlə eləsin. Saat hardasa olardı 3'də mənə xəbər çatdı. 2-3 ay işləmiş idi bu formada. Mən oradan gələn onlar elə bil gəlib hardasa 2'nin yarısı 2'də belə. Mənə xəbər çatanda
Mən zəng elədim, birinci uşağıma zəng elədim. Uşağım götürmədi telefonu. Qaynıma zəng elədim. Qaynımın balaca uşağı mənə cavab verdi. Dedi, əmi, ata da getdi, suda batdı. Pərviz də getdi, batdı. Elmar da getdi, Elnur da getdi. Hamısı getdi, suda batdı, çıxmadılar. Ağlaya-ağlaya uşaq mənə dedi. Oradan mən gələnə, bura çatdı, 10-15 dəqiqə keçməmişdi. Lapa gətirdi, 2 nəfəri çıxartdı. Yo, içki içmir mənim uşağım. Uşağım içki içmir, onlar da içməyib. Biri batır, elə bil burada oturub yemək yiyəndə, biri gedib çinməyə. Çinməyə gedəndə, batanda o birilərin köməyə çağırıb, qardaşı gedib. Qardaşı da gedib batıb. Ona kömək eləyəndə qardaşı da batıb. Sonra mənim uşağım gedib. Uşaq gedəndən sonra o da gedib batıb, onlara kömək eləyənlər. Bu qaynım görüb, bacıoğlu getdi, bu da gedib, o da batıb gedib. 4 nəfərin dənizdə batması necə baş verdi? Su altında nələr baş verir? Bu barədə Reala danışan ekoloq Rövşən Abbasov dedi ki, insan təkcə çoxlu su udduğu üçün boğulmur. İnsan sualtı axına düşdükdə instinktiv olaraq birbaşa sahilə tərəf üzməyə çalışır. Axıntı onu geriyə çəkdiyi üçün insan yerində sayır. Bir neçə dəfə cəhddən sonra bütün enerjisi bitir, əzələləri gərilir və nəticədə batır. Bu hal daha çox dəniz dalğalı olanda yaşanır. Ona görə də heç bir halda dalğalı dənizə girmək olmaz. Dəniz dalğalanan zaman deməli suyun sahillə sirkulyar bir təması əmələ gəlir. Yəni dalğa vasitəsilə sahilə gələn su nisbətən daha dərin hissələrlə geriyə çəkilir və bu geriyə çəkilmə daha sürətlə baş verir ki, yeni dalğa gəlib sahilə çatsın. Ümumiyyətlə, insan olmayan ərazidə, nəzarətsiz ərazilərdə dənizə girmək qəti qadağandır. Müvəqqəti qıcolma baş verə bilər, hansısa bir fövqəladə hadisə ola bilər, dənizin dibində bir kəsici bir tullantı ola bilər. Buna görə də siz insanların olduğu yerdə dənizə girməlisiniz ki, sizə kömək lazım olanda sizi görüb sizə dərhal kömək etsinlər. Təəssüf ki, hər yay oxşar hadisələrin yaşandığının şahidi oluruq. Belə bədbəxt hadisələrin əksəriyyəti də məhz nəzarətsiz ərazilərdə baş verir. Eynilə 4 nəfərin batdığı ərazi kimi. Burada nə xəbərdar edici lövhə, nə də dərinliyi təyin edən şarlar var. İnsanlar da buna məhəl qoymadan, sualtı axını bilmədən dənizə baş vurur. Xəzər dənizində, xüsusilə Abşeron sahillərində dənizin dibi qeyri-sabitdir. Yəni su dayaz görünsə də bir neçə addım irəlilədikcə dərinləşir. Ona görə də nəzarət olmayan ərazilərdə dənizə girmək risklidir. Məlum olduğu kimi, ötən günlərdə ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunur. Bununla bağlı olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən çimərliklərdən istifadə edən vətəndaşlara müraciət ünvanlanmışdır. Yalnız təəssüf hissi ilə bildiririk ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış kütləvi maarifləndirmə işlərinə baxmayaraq, hələ də bəzi vətəndaşların küləkli havada, dalğalı dənizdə, qeyri-çimərlik ərazilərindən çimərlik kimi istifadəsi hallarına rast gəlinir ki, bu da sonda acı nəticələrə səbəb olur. Bildiririk ki, nəzarətsiz qeyri-çimərlik əraziləri mürəkkəb relyefə, sürətli axına, qeyri-məhdud görüntüyə və digər təhlükəli xüsusiyyətlərə malik olması bu ərazilərdən istifadə edənlərin həyat və sağlamlığına ciddi təhlükədir. Son illər dənizdə suyun səviyyəsi azaldığına görə çökəkliklər əmələ gəlib. Fövqəladə Hallar Nazirliyinin nəzarətində olan çimərliklərdə sualtı maneələr və digər təhlükələrin aşkarlanıb üzə çıxarılması üçün bir sıra tədbirlər görülür. Yarğanlar, burulğanlar qeydə alınarsa, xüsusi nişanlarla işarələnir ki, insanlar bu ərazilərdən istifadə etməsin. Ancaq nəzarətsiz çimərliklərdə vəziyyət başqadır. Belə yerlər çimərlik üçün nəzərdə tutulmadığından ərazidə müayinələr aparılmır. Maraqlıdır, bəs bu ərazilər hansılar? Bu ərazilər Bakı şəhəri Şüvalan qəsəbəsində Milqaya, Şimal Qres deyilən ərazi, Bilgək qəsəbəsində 12-ci Dalan, Daçnik kimi tanınan ərazi, Novxanı qəsəbəsində Sarıqaya, Qaradağ rayonunda Mayak deyilən ərazi kifayət qədər təhlükəli ərazi kimi qiymətləndirilmişdir. Bu ərazilərdə təhlükə ondan ibarətdir ki, ərazi üzrə müəyyən hissələrdə sualtı axınların sürəti normadan artıqdır. Bəzi hissələr daşlı, qayalı relyefdən ibarətdir ki, bunlar da birbaşa insan həyatı üçün təhlükəlidir.
Bu yaxınlarda sosial şəbəkələrdə çimərliklərin birində ekskavatorla dənizin dibi qazılaraq qumun daşındığını əks etdirən görüntülər yayılmışdı. Məlum oldu ki, belə faktlar da mövcuddur. Bu da insanlar üçün təhlükə yaradır. Ekoloq bu məsələyə belə aydınlıq gətirdi. Çox təəssüflər olsun ki, son illər bəzi çimərlik yaxınlıqlarında qeyri-legal surətdə karxanalar fəaliyyət göstərir. Dəniz qumunu çıxararaq tikinti kimi istifadə edirlər. Yəni tikinti materialı kimi istifadə edirlər. Bunun qarşısı mütləq alınmalıdır. Çünki dənizdən qumun bu şəkildə çıxarılması çox ciddi nahamarlıqlar yaradır və qəfil dərinliklər yaradır. Səbəblər fərqli, nəticə isə dəyişməzdir. Göz yaşları və yarımçıq qalan ömürlər. Bu bədbəxt hadisə bir daha sübut etdi ki, heç bir səhlənkar davranış yaxınlarınızın göz yaşından artıq deyil. Nigar Namik, Arif Zeynalov, Real. Bütün dünyanın həyəcanla gözlədiyi dünya çempionatında artıq 12 gün geridə qalıb.